Qalmışdıq, zibillik. Ha, bu xanımlar su idarəsinin işçiləridir. Onlar nə ağarır ki burada? Sabahınız xeyir olsun ha xanımlar. Salam sabahınız xeyir. Nə ağarsınız burada? Valla biz su idarəsinin işçiləriyik. Heç nə bizə deyiblər ki, kanala nəzarət eləyin. Qamışlara, zibilliklərə video çəkirik qrup atmağa. Gözləyin bir dəqiqə. Olar gəlim ora. Ha buyurun gəlin, gəlin. Burası su idarəsinin həyətidir. Texnikalar bura. Ağcabənd Yıldız kanalının ərazisindəyəm. Buyurun zibilliklərə, qamışlara nəzarət eləyirəm. Buyurun. Sabahınız xeyir. Sabahınız xeyir. Hal-hazırda yağışlı havadır. Bu çiskin havada sən Allah nə ağarsınız burada? Vallahi qrupa, idarənin qrupuna video atmağa. Siz yenə sual verirəm. Su idarəsində işləyirsiniz yoxsa komxozda? Yox, su idarəsində işləyirik. Su idarəsinin işçiləriyik. Və burada nə var ki? Su yox, bir şey yox, zibil qalmışdı. Vallahi bilmirəm, müdürün Mühafizə edirsiniz buranı. Bəli. Nədən mühafizə edirsiniz ki? Onu biz də bilmirik. Bizə də izah eləyən yoxdur. Saat 9-dan 1-ə kimi, 1-dən 2-yə kimi yemək vaxtıdır. 2-dən 6-ya kimi ərazidə olmalıyıq. Ərazini tərk eləyə bilmərik. Yoxsa gəlib. Vallahi bax belə qoça xanımlar da var. Allah sizə 12 dəyməsin. qadını bəli gedib baxa bilərsiniz. Rayonun müxtəlif ərazilərində onlar da işlərin üstündədirlər. Burada nəyə baxırsınız? Nəçi kimidir sizin Biz də işiniz? bilmirik də. Mən Burada hansısa bir su idarəsinə aid qurğu yox, bir şey yox. Sadəcə zibillikdir, kanal. Mühəndis hidrotexnikam vəzifəm hidrotexniki qurğulara nəzarətdir. Əvəzində zibilə, qamışlara, qurbağalar dalaşanda onları aralayırıq. Bax işimiz budur. Ha, doğrudan da dəhşətdir, and olsun Allaha. Bəli. 9-dan 6-ya kimi bax belə. Buradansa qurğu görmürəm və kanalın içində su da görmürəm. Bunlar nəyə xidmət edir bilmirəm. Yeri gəlmişkən adiyyatı qurumlar bura həqiqi zibillidir. Bu zibili inşallah götürərsiniz. Bir də bu küçə sakinləri kanala zibil atmayın. Və buralar pis gündədir. Azından bu xanımlar qoyun təmiz yerdə xidmət eləsinlər. İndi məsələ nə yerdədir? Bura texnika göndərib qamışları təmizlətmək istəyirlər bəlkə. Sizə deyirlər durun gəldik. Xeyr, müraciət deyirəm ki, video çəkilişlərdə də qeyd eləmişik ki, bərbad vəziyyətdədir heç bir. Siz zarafat edirsiniz, doğrudan sən Allah. Valla düzük. İş yeriniz buradır. Bəli, gedin rayonun müxtəlif ərazilərində, müxtəlif kanallarda başqa qadın. Harda var? Mənə bir dənə ünvan verin. Məsəl üçün bir nömrəli məktəbin arxasında R1722 kanalı var. Onkoloji xəstə, şəkər 2-ci qrup şəkər xəstəsi hal-hazırda orada xidmət eləyir. Ondan sonra pensiyaya 1 ay qalmış çıxmağına bir xanım var. Odur, başqa bir xanımdır. Sonra Likol Petrol var. Ondan irəli də başqa bir xanımdır. Kənddən gəlir o da. Sonra Sadəcə belə kanala xidmət edirsiniz. Bəli, bizdə yenə qamış var. O bir xanımların xidmət elədiyi 3 metr arxdır, susuz bir arxdır. Onlar da 9-dan 6-ya kimi bizim kimi onlar da kanalın başındadır. Allah köməyiniz olsun. Çox sağ olasınız. İşinizdə uğurlar. Mən sizin valla nə qoçaq adamlarsınız. İşimizdən qürur duyuruq ki, biz qamışlara nəzarət eləyirik, zibillərə nəzarət eləyirik, qurbağalara nəzarət eləyirik. Çox qürur verici işdir. Çox. Valla işiniz avam olsun. Heç nə Çox sağ olun, demirəm. təşəkkür eləyirik. Dostlar, siz deyin görün burada xidmət olarmı? Buranı yanğından mühafizə etmək olar ki, yəni bura hansısa uşaqlar filan gəlib od vurmasın. O da yayda ola bilər də, mənə elə gəlir ki, yəni bu kanala bu xanımlar nə xidməti göstərir? Nə bilim, özünüz rəy bölməsində yazarsınız. Mən çox danışmıram. Yəni o saat deyirlər ki, Dəyanət Uğur nə bilim bizim xidmətləri sevmir. Görməzdən gəlir. Amma vallahi bax görməzdən gəlmirəm. Xidmətinizi işıqlandırıram. Ağcabədi rayonunun su idarəsinin və belə qoça xanım işçiləri var ki, kanalı mühafizə edirlər ki, yanğın zad baş verir. Bu xanımlar da iş başındadır burada. Burada hansısa qurğu yoxdur axı su idarəsinə aid. Və bura nəyə xidmət edirsiniz? Mən burada heç hansı valla suya aid bir qurğu görmürəm. Yəni kanalda su da yoxdur. Bu xanım da şəhid bacısıdır. Sadəcə deyir bu kanalın üstü ilə o tərəfə gedin, bu tərəfə gedin. Yəni ki işləyirsiniz. Kanal təzə təmizlənib, amma bunlar götürülməlidir. Amma indi siz burada neyniyəsiniz ki? Burada
Yəni qızıl çıxmayıb buradan, bir şey olmayıb ki, buna keşik çəkələr. Bu baxaq bəlkə hansısa qurğu var, mən görmürəm. Vallahi heç nə qurğu yoxdur. Bir dənə körpüdür, ayaq körpüsü. Bir də bu vəziyyətdə bir dənə yer. Xanım işçilərin su idarəsi göndərib ki, keşik çəkin bura. Mən yenə tuta bilmədim mövzunu. Allah özü kömək olsun. Bax, bu ucaboy xanım da şəhid bacısıdır. Su idarəsində işləyir. Bura göndərilib ki, bura nəzarət elə.